Ey Azərbaycanlı, Azıq mağarası dünyada 4-cü en qədim insan məskənidir. Azıq mağarasından tapılan çənə sümüyü en qədim insan irqinə məxsusdur. O insan insanlığın ilk nümunəsi olduğu kimi bu torpaqlarda da insan izni koyan bizim ulu babalarımızdır. Qədim insan. Azıq tək bir mağara değil, o ilk insanlığın hafizəsinin başlandığı yerdir. Azıqda ocaq yandırıldı, alov sığındı, qorxu ilə mübarizə başladı, ilk daş alətlər formalaşdı. Bu torpaq insanın özünü yarattığı yer ola bugün də öz xalqını yaşadır. Bugün Azıq tək tarix deyil, milli yaddaşdır. Çünkü bu torpaqda yaşayan heç vaxt başqa yerin qonağı olmuyor. Biz buralıyıq, biz buradayıq, biz burada olacağıq, biz buranın sakiniyik, biz bura üçün qan tökmüşük. Bu torpaqlar bizə dünyanın en qədim sakini olan babalarımızdan mirasdır, bu irsdir. Bu torpaq bizə əmanətdir, biz bunu gələcək Azərbaycanlılara ötürməliyik. Bu torpaqlar en qədim insan məskəni, en qədim tarix, en qədim salnamə. Azərbaycanlı, kim olduğunu unutma. Sen dünyanın en qədim sakinisən. Kimliğini unutma, tarixini unutma. Sen büyük xalqsan.